Sağda yazdı değil mi? Herkese sağda 15'i. Geçeceğim işte. Biraz başlayayım. Amin ya Rabbal Alemin. İlahi amin. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil Alemin. Esselamu aleyküm ya ehli gabil. Esselamu aleyküm ya şehada vel müminine müminat vel müslimine vel müslimat el ehyâi yirmihim vel envat ila ruhil merhamil me'alim bi hak Muhammedin ve alihi ve hürmeti süreti mübarekine. Fatiha. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil Alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nestaîn. İhdina sıratal müstakîm. Sıratal lezîne en'amte aleyhim gayril mağzûbi aleyhim velezzâlin. Bismillahirrahmanirrahim. Huvallahu ehad. Allahus samed. Lem yalid ve lem yulad ve lem yekun lehu kufuven ehad. Allahümme salli ala Muhammed. Allah rahmet eylesin. Allah bize şehitlerimize rahmet eylesin. Yine değişmeşen cennet. Azərbaycan torpağının qəhrəmanı Əliyar, vətənin bayrağın qoruyan fədakar, Qarabağ yurduna sevgisi aşikar, Qubadlı Fatihi, cəsur xilaskar, milli qəhrəman Əliyev Əliyar, pəhləvanlar taborun qurdu peşəkar, şücaət göstərdin, döyüşdün əzimkar, qorxar dadından erməni qəsbkar, xalqımız mərdliyindən duymuşdu viqar, milli qəhrəman Əliyev Əliyar. Salam, xoş gördük sizlərim, əziz qonaqlar, hörmətli və dəyərli tədbir iştirakçılarım. Bildiyimiz kimi, bugün biz bura müqəddəs bir məqsəd üçün, müəyyən zaman kəsiyində Azərbaycanımızın bütövlüyü uğrunda canından keçmiş əziz həmyerlərimiz, Azərbaycanımızın igid və mərd oğulları, Azərbaycanın milli qəhrəmanı Əliyar Əliyevin və eyni gündə onunla birlikdə şəhidlik məqamına ucalmış Əliyar Əliyevin sürücüsü Əlisadət Neymətoğlu Ağayevin anın gününə həsr olunmuş anın tədbirini qeyd etməyə toplaşmışıq. Hörmətli qonaqlar, dəyərli və tədbir iştirakçılarım, gəlin vətənimizin azadlığı uğrunda canından keçmiş oğul və qızlarımızın, eyni zamanda milli qəhrəman Əliyar Əliyevin və onun sürücüsü Əlisadət Ağayevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Hörmətli qonaqlar, dəyərli tədbir iştirakçılarım, Azərbaycan son 30 ildə olduğu kimi Vətən müharibəsindən sonra da Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Azərbaycanın Ali Baş Komandanı Prezident cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, problemlərin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Belə ki, şəhidlərə qəbirüstü abidələrin və xatirə komplekslərinin yaradılması, şəhid adlarının küçələrə, meydanlara, müəssisələrə, mədəniyyət və təhsil ocaqlarına verilməsi haqqında qanun dəqiqliyi ilə icra olunur. Qubadlı rayon icra hakimiyyəti də öz növbəsində vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə öz qayğısını əsirgəmir. Onların ən kiçik problemlərinin belə həll olunması istiqamətində işlər görülür. 44 günlük vətən müharibəsindən sonra cənab başçı Malik İsaqovun dəstək və qayğısı ilə Qubadlı rayonunda milli qəhrəmanlar Əliyar Əliyev, Kərəm Mirzəyev, Vasili Əliyev, Aqil Məmmədov, Bəylər Ağayev və milli qəhrəman Əliyar Əliyevin sürücüsü Əlisadət bəyin qəbirüstü abidələri yenidən götürülüb. Eləcə də Mollu kəndində Qəhrəman Həcərin qəbirüstü abidəsi bərpa
bərpa olunub. Qəbrüstü abidələrin bərpası hələ də davam edir. Yaxın gələcəkdə digər şəhidlərimiz üçün də nəzərdə tutulur. Eyni zamanda onu da qeyd edək ki, müntəzəm olaraq şəhidlərin xatirəsini yad etmək məqsədi ilə mədəni kütləvi tədbirlər, anım mərasimləri, doğum günü tədbirləri keçirilir. Elə bugünkü tədbir də həmin qayğının bariz nümunəsidir. Bütün bu diqqətə görə rayonumuzun rəhbərliyinə öz dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk. Hörmətli qonaqlar, əziz və dəyərli tədbir iştirakçılarım, icazənizlə istərdik ki, elə bu məqamda ilk olaraq çıxış üçün sözüm Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini hörmətli Allahverdi müəllim Haqverdiyə də verək. Buyurun Allahverdi müəllim. Hörmətli tədbir iştirakçıları, hər birinizə rayon icra hakimiyyəti başçısı çox hörmətli Macid müəllim salamlarını çatdırıram. Əliyar Əliyevin bütün qohumlarına, ailə üzvlərinə başsağlığı verirəm. Rayon icra hakimiyyəti başçısı Malik müəllim adından, öz adından, aparat işlər adından. Bugün bu anım tədbirlərin biz eyni zamanda Gəzgən Tam Orta Məktəbində, Abşeron rayonunda da keçirirlər. Rayon icra hakimiyyətinin tapşırığına əsasən Dərmanovda Əliyar Əliyev adına küçədə onun barelyefinin də abidəsinə gül qoyurlar. Qubadlı rayonunda da Gəzyan kəndində polis rəisi Əhməd müəllimə rayon icra hakimiyyətinin tapşırığına əsasən orada da ziyarət olunur. Doğrudan da biz 1993-cü ildə Qubadlı rayonu işğal oldu. Azərbaycanın 42 rayonunda məskunlaşdıq. Amma ondan qabaq mən deyirəm ki, bu 88-ci ildən bu müharibə başlayandan Azərbaycan-Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi gedəndə Azərbaycanın ərazisi, Qubadlının ərazisi 125 kilometr ermənilərlə sərhəddir. Amma erməni bizim bir qarış torpaqlarımıza girə bilməmişdir. Biz Əliyar Əliyev kimi qəhrəman bu Azərbaycanın hər yerində, Azərbaycanın milli qəhrəmanıdır. Həm böyük bir idmançıydı, həm pəhlivanıdır, həm böyük yaxşı insanıdır. Allah rəhmət eləsin, bilirsiniz, o işğal olundan sonra da bu hadisələr bizim başımıza gəldi. Mən onun şoförü Əlisədət Əliyev də tanıyıram. Ağayev Əlisədət Neymətoğlu da bilirsiniz ki, o da bir qəhrəman igid oğlanıdır. Uzun illərin o əskəriyyəti olanda Saratov şəhərində olmuşdur, mən də orada olmuşdum, onu tanıyırdım. Sonra gəldi kətdə Mustafa kişinin maşının, kolxoz sədrinin maşını sürəndən sonra o keçdi Əliyar Əliyevin komandirinin sürücüsü olmağa. Həmişə onunla mənimlə görüşərdim, deyərdim, getmə qabağa deyir, yox. Əliyar müəllim deyir, maşını həmişə qabağa sür. Dünyanın işi də bilirsən, hamı dünyasını dəyişəcək, hamı rəhmətə gedəcək. Artıq 35 yaşında o rəhmətə getdi. Bugün onun üstündən 33 il keçib, biz hər il bu tədbiri keçiririk. Məktəblərimizdə, bütün yerlərdə Əliyarın adı qızıl hərflərlə Azərbaycan tarixində, təkcə Qubadlıda yox, bütün Azərbaycan tarixində, Türk dünyasında yazılıb. Belə bir insan var, Azərbaycanın qeyrətli oğlu. O, bütün Qubadlı yox, bütün Azərbaycan övladıdır. Allah ona rəhmət elə. Bilirsiniz ki, 44 günlük müharibədə hörmətli prezidentimizin dəmir yumruğu, onun apardığı siyasət, onun gördüyü işlər nəticəsində Allah şəhidlərimizə rəhmət eləsin, şəhidlərimizin qanı bahasına, qazilərimizin canı bahasına torpaqlar işğaldan azad olundu. Elə hamının bir arzusu vardı ki, biz gedək torpaqlara Əliyar Əliyevin qəbrini ziyarət eləyək, Mirsədəqi babanın qəbrini ziyarət eləyək. Bu da belə oldu. 44 günlük müharibədə də bizdə 300 nəfər adam Qubadlı sakini iştirak elədi. 200-dən yuxarı adam orden medallarla təltif olundu. Eyni zamanda bizim Şükür Həmidov kimi milli qəhrəmanımız, siz baxırsınız ki, o da Azərbaycan tarixində böyük bir yer buraxdı. Mais Bərxudarov kimi bizim generalımız var. İdris Məhərrəmov kimi bizi hərbi hissənin komandiri var. Allah, mən demirəm, çoxdur bizim Qubadlıda, mərd igidlər çoxdur. Rayon icra hakimiyyəti bilirsiniz ki, torpaqlar alınan sonra müstəsna bir rayon olaraq, məsələn, bir Qubadlı rayonda oldu ki, o birinci dəfə milli qəhrəmanların başdaşın qəbrüstü abidəsini götürdü. Eyni zamanda Əliyar Əliyevin abidəsini götürdü. Bizim Azərbaycan bayrağı ordeni Həsən Qormazın, Qaçaq Nəbinin yoldaşı Həzərin qəbri də Molludu idi, onun da qəbrüstü abidəsini. Bunlar işlər gedir, davam edir ki, yəqin hamınız da bilirsiniz ki, artıq biz bütün hərbiçilərin qəbrüstü abidələri götürüb rayon icra hakimiyyəti tərəfindən. İndi o bir işlər də görülüb, kəndlərdə bu saat iş gedir. Bizim işçilər oradadır, rayonda işlər gedir. İndi abadlıq quruculuq işləri gedir, bilirsiniz ki, hər yerdə işlər gedir. Hörmətli prezidentimiz bunun da açılışına gedir, Mehriban xanım da gedir. Allahın köməkliyi ilə də bizim Zilanlı Maruzlu kəndi tikintisi başa çatsın, köçəcəklər. Sonra Zilanlıdan yuxarı bütün o sərhəd kəndlər, Güləbirdə qədər olan kəndlərin hamısı, Qubadlının özü, sonra Hal kəndi, Gəzgən kəndləri, o kəndlərin hamısı tikintisi olacaq. O siyalar bizdən alıblar.
İndi olsun ki, gələni də Allah qoysa bunlar da başlayacaq. Əsas odur ki, bizim torpağımız var, yerimiz var, biz gedib ora ziyarət edib gələ bilirik. İndi bəzi adamlar rəhmətə getdi, Allah onların üçün rəhmət eləsin. İndi qalanların da canı sağ eləsin. Biz indi qürur duyuruq ki, bizim Əliyev kimi Azərbaycanın milli qəhrəmanı var, o da Qubadlıdandır. Bunu Respublikanın hər yerində tanıyırlar. Sağ olsun rayon icra hakimiyyəti Malif müəllim, Zakir müəllim bura gələndən sonra bu Sumqayıt şəhərində də burada 39-un gedən yolunda Əliyevin adına veriblər. Digər yerlərdə də bu adlar gedir, davam edir. Biz də rayon icra hakimiyyəti olaraq, yəni bizdən istəyirlər, rayonda ən böyük küçənin adın Əliyevin küçəsi adı olacaq. Eyni zamanda rayon icra hakimiyyətinin belə bir fikri var, tapşırığı var ki, rayonda abadlıq işləri başlayan kimi biz bu şəhidlərin hamısının adların, abidələrin o birinci vuracağıq ki, rayona gedən adam bilsin ki, bu Qubadlı rayonunda 250 nəfər şəhid olub. Bunlar kimdir, hansı kətdəndir, kimlərdir? Yəni bizim burada muzeyimiz də var, gəlib ora baxa bilərsiniz, bütün onların hamısının şəkillərini biz vurmuşuq. Hər biriniz öz minnətlərimi bildirəm, əziyyət çəkib burada iştirak edirsiniz. Mən rayon icra hakimiyyətinin başçısı öz minnətlərimi bildirəm ki, Malif müəllim bu tədbirlərin mütəmadi olmaq keçilməsində həmişə bizə kömək edin. Ha vaxt hansı demişiksə deyib bu tədbiri yüksək səviyyədə keçirin. Yəni o tapşırığına əsasən onun məktəbdə də, orada da Nərimanov rayonunda da onun abidəsində də gül qoymaqda, eyni zamanda rayon icra hakimiyyətinin tapşırığına bizim polis rəisi Əhməd müəllim də bugün onu ziyarət eləyir. Bizim özümüzün Facebook səhifəsi var, Qubadlı səhifəsi var, yəqin ora baxanda hamısını görəcəksiniz. Mən onun ailə üzvlərinə baş sağlığı verirəm. Mən yenə deyirəm, biz fəxr edirik ki, bizim rayonda belə bir Əliyev kimi milli qəhrəmanımız, igid pəhlivanımız, cəsur insanımız var. Allah ona rəhmət eləsin. Sağ olun. Hər bir tədbir iştirakçısını salamlayıram. Mən Əliyar Əliyevin həmkəntlisi olmuşam. Birlikdə o uşaqlığımız, o kənddə futboldan başlayaraq və yetkin yaşa çatdıqdan sonra da bəzi məsələlərdə həmişə həmsöhbət olmuşam. Əliyar müəllimi hamımız bir pəhləvan, güclü, o fiziki gücü olan bir yoldaş kimi həmişə tanıyırıq. Amma onun bir tərəfini həmişə mən istərdim ki, qeyd eləyək ki, o bir ziyalı idi. Respublikada gedən proseslərə həmişə özünün fərqli, xüsusi bir fikirləri var idi. Milli azadlıq hərəkatının deyərdim ki, Respublikada başlanğıcında Əliyar kimi insanlar ön plandaydı. Və bizlər də ona baxıb, ondan öyrənərək onun ardınca gelirdi. O həmişə insanları öz ardınca aparmağı çox bacaran bir insan idi. Həmişə də mərdlik, cəsarət nümunəsi idi. Özünün də hərəkətlərində, bax, kəndə də böyük bir təsiri vardı. Adicə həmkəndliləri buradadır, təsdiq eləyər ki, ən çox qorxduğumuz Əliyarın bir istehzalı gülüşü vardı. Ona düçar olmamaq. Yəni bir qəbahətdə hərəkət eləyərdin, o heç kimdən dalaşmazdı, heç kimdən kimisə o gücün sahibi görməmişik ki, kiməsə əl qaldırsın. Amma bir istehzalı gülüşü bəs edərdi. Yəni bu bir tərbiyə məktəbi idi. Allah rəhmət eləsin. Əliyar müəllim bu gün çox sahədə işıq salan bir insan olub. Bir şey ki, bu gün Mais Bərxudarov öz o çıxışında deyir, mən o zamandan söz verdim və bayrağa yazdım ki, biz o yerləri alacağıq. Bu bayraq da onun şəhid olduğu yerə salınacaq. Bax, görün nə vaxtdan başlanır. 30 il öncədən insanlar elə tərbiyə olunub, elə formalaşıb ki, bugün göstərdikləri şücaət oradan qaynaqlanaraq gəlir. Şükür Allaha bugün o torpaqlarda varıq. Bugünkü tədbir burada kiçik keçməyinə baxmayın. Bugün Qəzyanda da onun qəbri üstündə bugün həm işlər gedir, həm də belə tədbir davam eləyir. Buna görə çox şükür Əliyar qardaşımın ruhu şaddır inşallah. Hər birimizə başımız sağ olsun deyək. Allah rəhmət eləsin. Salam hörmətli Qubadlılar. Salam əziz şəhidimizin əziz doğmaları.
Mən Əliyar Əliyevi 1975-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyə İnstitutunun qarşısında tanış oldum. Hər ikimiz sənət vermişdik ora. Və həmən ili hər ikimiz Azərbaycan Dövlət Bədən Tərbiyə İnstitutuna qəbul olduq. Əliyar müəllim oxuduğum müddətdə deməli, hər birimizdən fərqli idi. İstər Qubadlılar olsun, istər orada oxuyanlardan. Ona görə fərqli idi ki, Bədən Tərbiyə İnstitutunda deməli, Tibb Universitetinin dərsləri kesilir, fiziologiya, kimya. O dərslərdən də Əliyar müəllim 5 alırdı. Hərdən zarafat edirdim, deyirdim, Əliyar müəllim, elə sən bu qədər biliklisən, niyə Tibb Universitetinə sənət vermirdin? Deyirdi, Elbrus müəllim, nəysə marağım bura oldu. Əliyar müəllim nəinki indi Azərbaycanda tanınırdı. Əliyar müəllim Azərbaycanın idman şərəfini qoruyurdu. Azərbaycanda idmançı kimi Əliyar müəllimi sevirdilər. Əliyar müəllim xaricdə idman yarışlarında həmişə birinci yerə çıxırdı və Azərbaycan bayrağı qaldırılırdı orada. Sonralar Əliyar müəllimin vətənpərvərliyi bütün Azərbaycanın məlum oldu. Yəni torpağımız üçün, bayrağımız üçün o öz canını verdi. Torpağı öz canından çox istədi. Allah Əliyar müəllimə rəhmət eləsin. Allah şəhidlərimizin hamısına rəhmət eləsin. Murovla durdun qoşa, əhsən sənə min yaşa. Sən layiqsən alqışa, adlı sanlı ordumuz. Bizim şanlı ordumuz. Yolun dağ, dərə, çətin, biraz da dayan mətin. Fəxrisən biz millətin, adlı sanlı ordumuz. Bizim şanlı ordumuz. Yağı yolun bağladın, anaların ağladın, sinələrin dağladın, adlı sanlı ordumuz. Bizim şanlı ordumuz. Aman vermə düşmənə, zaman vermə düşmənə, güman vermə düşmənə, adlı sanlı ordumuz. Bizim şanlı ordumuz. Yaşasın ordumuz, yaşasın Azərbaycan. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Keçib dərdin sınağından, enib möhnətin dağından, körpələrin yanağından, göz yaşını silənin var. Qeyrət buğlanır qanından, yaddaşında sökülür dan, yurt haqqını öz canından, uca, ulu bilənin var. Söz alışır, yanır dodaq, ümid gülür yarpaq yarpaq, gözün aydın, ana torpaq, vətən deyib ölənim var. Gözün aydın, ana torpaq, vətən deyib ölənim var. Hörmətli qonaqlar, dəyərli tədbir iştirakçılarım, istərdik ki, indi isə bu məqamda çıxış gün sözü milli qəhrəman Əliyar Əliyevlə birlikdə cəhbədə döyüşən keçmiş batalyon komandiri Dağbəyin müəllim Məhiyyətdinova verək. Salam, hörmətli şəhidin ailəsi, Əliyarın yaxınları, Əliyarın silahdaşları, hörmətli Qubadlı cəmaat. Bu günləri şəhid milli qəhrəman Əliyar Əliyevin onun günə toplaşmışlar. Mən burada çox saylı döyüş yoldaşları var. Hər halda bu gündən sonra da hərbiçilərin qəhrəmanlıqlarından, döyüş yollarından danışmağa birinci döyüş yoldaşları danışmalıdır. Hər öz sahəsindən danışsın, təhsildə olanlar özünə danışsın, obisi olanlar danışsın öz sahəsindən. Amma döyüş yoldaşlarından lazım qədər adamlar var ki, o sözlərini deyə bilər və necə lazımdır deyər. Əliyar rəhmətlik Azərbaycanda müstəqillik qazanandan sonra Azərbaycanda 14 ərazi müdafiə taboru yaradıldı Nazirlər Kabinetinin qərarı ilə. 14 batalyonun biri də Qubadlıda yaradıldı. İlk ərazi müdafiə taboru. İlk ərazi müdafiə taborunun biri də Vahabiyyə burada Novruz Məmmədovdur. 4 nəfərdən ibarətdir. Oruz Paşa, Novruz, Məmmədov, Salmanov Vahid, mən. Amma heç nə yoxdur, heç nə təminat yoxdur. Rəhmətli Əliyarla bizim idman sahəsində yaxın münasibətimiz var. Əliyarla görüşdük, Əliyarın praktikasından, qabiliyyətindən, baracağından söhbət elədik. Söhbətdən sonra birlikdə idmançı yoldaşlarıyla birlikdə gəlib batarlar.
Heç nə ilə təmin olunmamış. Heç nə ilə. Düz 92-ci yanvarına qədər təminat 92-ci yanvarında başladı Azərbaycan Silahlı Qüvvələrində. İlkin olaraq hərbi hissənin silahı sursatı ona qədər 5 silahla, 6 silahla, 10 silahla çıxırdılar postlara. Siz deyim ki, hələ orada Rus ordusu vardı. Rus ordusu Cibilidə də dururdu, Yazı düzündə də dururdu, sonra Novruzda da dururdu, Çərəli istiqamətində də dururdu, çəkin mövqelərdə. O dövrdə təxribatlar edirdilər ermənilər, Rus ordu olmasına baxmayaraq. Biz tərəfdə də Ruslar vardı. İlk olaraq 30 nəfər, 30 dənə maskalat aldıq, gətirdik başdan. 30 maskalatı əllər idmançı yoldaşlarla birlikdə. Birinci Yazı düzündən Əlqur uşağına qədər. Maskalatla, qaça-qaça, oğazla, qabaqda silah. Ondan sonra Cibildə, yuxarı Cibildən aşağı Cibildə. Oradan heç 3 gün keçməmişi Rusiyada, Moskvada çıxarılan Krasny Zvezda qəzetində yazmış ki, Qubadlı rayon Sazdavalsa Razvedovtanın batalyonu. O maskalatları, o aktiv hərəkətləri görəndən sonra dedilər ki, Qubadlıda Diversiya Razvedka batalyonu yaradılır. Çox çətinliklərimiz olub. Çox çətinliklər. Amma həmişə bütün döyüşçüləri silahı çatmayan döyüşdə narazı qalırdı, küsürdü, incirdi, az silahla istənilən istiqamətdə. Rəhmətli Əliyarın üstünlüyü həmişə olub, danılmazdı, qabiliyyəti spesifikdir. Ən çətin məqamlarda sakit ağımla qərar verə bilirdi. Dəfələrlə əyin Cibiklə arasında, yuxarı Cibiklə arasında erməninin o əsas qüvvələrin, təxribatçı qüvvələrinə orada puskular qurulub düşmənlərə. Rəhmətli Əliyar bir dəfə də 92-ci ildə Laçın əməliyyatlarının öncəsə, onlar bir gün çıxmışdı. Ondan qabaq 2 dəfə bizi, 6 avqust 12 nəfər şəhid olanda, bir dəfə də 12 sentyabrda Laçın istiqamətində hücumlar olanda biz batalyonda deməli ağır itkilər oldu. Ondan sonra bizi Laçın əməliyyatına qoşmadılar. Ondan qabaq 92-ci ilin Laçın çıxana qədər Əliyarla bir batalyondu. Bütün qərarı birlikdə verildi. Mən şəxsən özüm təklikdə işləyirəm. Belə qrup toplaşırdı bir yerdə birlikdə. Son sözü həmişə Əliyara verildik. Əliyar, bu məsələləri sənin münasibətində. Yəni bizim üçün şəhidimiz ucadır. Azərbaycanın bütün Respublikanın hər yerində, ölkə xaricində Əliyarı gözəl tanıyır. Normadan artıq şişirtmiş, heç nəyə ehtiyac yoxdur Əliyar. Onsuz da dəfələrlə o milli qəhrəman normalarını ödəyib, artıqlamasın. Hamının qəlbində yüksək postdur. Bayağı sözlərə ehtiyac yoxdur. Allah rəhmət etsin, məkan cənnət olsun. 706-nın WhatsApp qrupu var, 706 xidməti əskər zabit girir. Bu günləri onun ailəsinə, bacısına, qardaş oğluna hazırladığımız Azərbaycan üç rəngli bayrağını təqdim edirik. Bizim döyüşçü yoldaşlarının adından biz bu bayrağı üç rəngli Azərbaycan üçün müqəddəs Azərbaycanın əvəzi olmayan bir ən ucalıqdır. Ona görə ki, üç rəngli bayraq çox qanlarla var. Üç rəngli bayraq müqəddəsdir, öpülməlisidir. Üç rəngli bayraq üstündə də şəhidin şəkili olmaq o ailə üçün ən müqəddəs atributlardan, ən gözəl bir hədiyyələrdən biridir. Bizdən də 706-nın onun döyüş yoldaşlarının olsun bu hədiyyələr. Emin olun. Çox sağ olun Dağ bəy müəllim, təşəkkür edirik. Bax bu gözəl və müqəddəs hədiyyəyə görə, dəyərli fikirlərinizə görə minnətdarıq. Hamınız xoş gəlmisiniz. Allah canınızı sağ eləsin. Biz elə rəhmətli Əliyar müəllimə qohum olmuşuq. Qohum deyəndə mənim atam, onun dayısı idi. Biz həmin elə bir yaşamışıq, dənətər deyirlər. Həm idmanla bir məşğul olmuşuq. Öz evlərindən çox bizdə olurdu. Rəhmətli Bahadır Pəhlivanla aparırdı ona həmişə güləşməyə, yarışa. Biz müharibədə də, müharibə batalyon yarananda bizim kəndin cəmaatından orada iştirak edənlər çox oldu. Allah iştirak edənlərin hamısını can sağ eləsin. Yaralananlar olub, rəhmətə gedənlər olub.
bizim kənddə, bizim rayonda da. Allah hamısının rəhmət eləsin, qalanların hamısının canı sağ eləsin. Orada iştirak eləmiş, məsələn, burada indi görürəm 706 hərbi hissənin əskərləri, zabitlərin çoxu buradadır. Allah onların da canı sağ eləsin. Nə deyim, o vaxtı biz bir yerdə idik. Ələr müəllim mavini idi, Dağbəy müəllim bizim kombatımız idi. Dağbəy müəllim nə lazımdır hamısını dedi. Allah hamımızın canı sağ eləsin. Ömrünüz uzun eləsin ki, saymışsınız, gəlmişsiniz, bizlə burada iştirak. İlk öncə vaxtıranın icra başçısı Malik müəllimə başlayırlar. Allah qorusun mənimlə. Və burada digər tələb iştirakçılarının hamısına ayrı-ayrı təşəkkürlərimi bildirirəm. Minnətdarlığımı bildirirəm. Çox sağ olun ki, bu gündə yalnız qoymadınız, tək qoymadınız. Hər birinizə minnətdarlığımı bildirirəm. Fəxr edirəm ki, həqiqətən Əliyar Yusufoğlu Əliyev mənim babamdır. Bu qədər insanın sevimlisi və onun xatirəsində bu qədər insanın yığılışması həqiqətən məni qürurlandırır. Hər birinizə sonsuz təşəkkürlərimi Qəhrəman şəhidimiz Əliyar Əliyevin də sürücüsü Əlisadət Ağayevin xatirəsinə həsr olunmuş anım tədbirimiz başa çatdırıb. Allah bir daha bütün şəhidlərimizə rəhmət eləsin. Sağ olun, sağlıqla qalın.